Salam, hörmətli 11-ci siniflər. Bu videoda sizin olimpiada testlərinizin izahını sizə təqdim edəcəyik. Birinci suala baxaq. E, Cədvələ əsasən Pamir dağları ilə verilmiş dağlar üçün oxşar xüsusiyyətləri müəyyən edin. E, Qafqaz, Ant və Alp dağları verilib. Mütləq hündürlüyü Altay dağlarından daha çoxdur. Altay dağlarında 4506 metrdir beluxa. Pamirdə 7000-dən yuxarı, Qafqazda 7000-dən yuxarıdır. Bu doğrudur. Qar xəttindən yuxarıda yerləşən ərazilər mövcuddur. Təbii ki, hər ikisi üçün ortaqdır. Pamirdə Xəzərə aid olan çay ola bilməz. Ant dağları ərazisindən axan çaylar iki okean hövzəsinə aiddir. Pamirdən başlayan çaylar iki okean hövzəsinə aid olmur. Ona görə bu olmaz. Hind-Avropa dilarəsindən aid xalqlar məskunlaşıb. Bu doğrudur. Latın Amerikasının əhalisinin əsas hissəsi Hind-Avropadır. Pakistan, Hindistan, bunların da əhalisi Hind-Avropadır. Litosfer tavalarının hər ikisi konvergent, yəni toqquşma sərhədində formalaşır. Alp dağları mülayim şəlaləmə qurşağında yerləşir. Hər ikisi Pamirdə, Alpdə doğrudur. Subnival və Nival landşaft hər ikisində qar xəttindən yuxarıda yerləşən ərazilər var deyə Subnival və Nival landşaft var. Fəaliyyətdə olan vulkanlara heç birində rast gəlinmir. Doğru cavab 1-ə A, B, 2-yə B, C, 3-ə A. Y bəndi doğru mənddir. Növbəti suala baxırıq. Doğru fikirləri müəyyən edin. 25 mart 15 sentyabr aralığında şimal yarımkürəsində istənilən məntəqədə gündüzün uzunluğu gecənin uzunluğundan daha çoxdur. Bu doğrudur, çünki gerilən tarixlərdə Günəş ekvatordan şimalda olur. Elə buna görə də gündüzün uzunluğu daha çoxdur. Doğru. İqlim qurşaqları təkrarlanan bütün materiklərdə, yəni həm Afrika, həm də Cənubi Amerikada təkrarlanır. İl boyu günəş zenitdə olur fikri səhvdir. Təbii ki, Cənubi Amerikada təkrarlan olmaz. Afrikada isə il boyu hər gün günəş zenitdə olur. Deməli, 6-cı və 16-cı saat qurşaqları iki materiklə kəsişir. Bu ifadə doğrudur. 6-cı saat qurşağı Avrasiya və Antarktida, 16-cı saat qurşağı Şimali Amerika və Antarktida ilə kəsişir. Yəni orta meridianı 15-ə vuraraq orta meridianı taparsınız. Burada 24-dən çıxıb sonra 15-ə vurarsınız. 120 edəcək və 120 də təbii ki, Şimali Amerika və Antarktida ilə kəsişir. Bütün il boyu Bakı şəhərində gündüzün uzunluğu Moskva şəhərindən daha çox olur. Bu yanlışdır. Yayda məsələn Moskvada daha çox olur. Skot və Malakka yarımadaları orta qırşıqlı vilayətindədir. Bu doğru ifadədir. Troposferin yuxarı sərhəddə ekvatordan qütbə doğru bütün coğrafi enliklərdə eynidir. Bu yanlışdır. Ekvatordan qütbə doğru azalır. Doğru fikirləri soruşduğuna görə birinci, üçüncü və beşinci, yəni A bəndini götürəcəksiniz. Orta qırışıqlıq burada mezozoydan söhbət gedir. Mezozoy qırışıqlığı bizim xəritə sxem toplumumuzda çox aydın verilib. Şimali Amerika və Afrika materikləri üçün doğru fikirləri müəyyən edin. Aiddir, aid deyil. Deməli, Şimali Amerika və Afrika. Subekvatorial iqlim qurşağı tam zolaq əmələ gətirir. Bu hər ikisi üçün ortaq. Tropik iqlim qurşağının rütubətli tipinə rast gəlinir. Hər ikisində rütubətli tropik var. Afrikada əjdaha dağlarının şərq ətəkləri. Yəni Mozambik cərəyanı təsirinə məruz qalan ərazilər. Günəş ildə 2 dəfə zenitdə olduğu ərazilər mövcuddur. Hər ikisi üçün ortaqdır. Ekvatorial hava kütlələrinin hakim olduğu ərazilər mövcuddur. Bu da doğrudur. Çünki hava kütləsi deyir, iqlim demir. Subekvatorial iqlim Şimali Amerikada var. Ona görə orada ekvatorial hava kütlələri hakim ola bilər. İlin müəyyən müddəti. Buzlaq mənşəli relyef formalarına rast gəlinir. Hər ikisində rast gəlinə bilər. Çünki hər ikisində 5000-dən yuxarı zirvələr var. Daha qar xəttindən yuxarıda zirvələr var. Bu doğrudur. 3 işıqlanma qurşağında yerləşir. Həm Şimali Amerika, həm də Afrika 3 işıqlanma qurşağında yerləşir. Bu da doğrudur. Amma bizə nə lazımdır? Doğru və yanlış. Aid olan və aid olmayan. Geosinkronalın platformaya çevrilməsinin həm 3-cü, həm də 4-cü mərhələsi var. Şimali Amerikada sahil silsiləsi 3, Afrikada Atlas 3, Kap əjdaha və Aplas dağları isə 4-cü mərhələdir. Daimi buzdağlara rast gəlinmir ifadəsi yanlış ifadədir. Şimal-şərq istiqamətindən cənub-qərbə doğru əsən küləşlər və yəni passat küləşləri təsir edir. Doğrudur. Fəaliyyətdə olan vulkanlara rast gəlinmir fikri səhvdir. Hər ikisində fəaliyyətdə olan vulkanlar var. Təbii artım ikinci tipinə aid olan ölkələr var. Şimali Amerikada məsələn Meksika, Qvatemala, Beliz və s. Afrikada da demək olar ki, hamısı. Doğrudur. Yerləşdiyi litosfer tavaları yalnız materik mənşəlidir. Xeyr, materik və okeandır. Bu da yanlışdır. 4, 5, 6 sualımızın doğru variantıdır. Yəni C bəndi. 4. 22 iyun tarixində
Günorta vaxtı Günəşin ən böyük buzaq altına düşdüyü enlik ilə, yəni 23,5 şimal enliyi ilə 130 qərb uzunluğunun kəsilməsində şimal istiqamətində hərəkət edən tədqiqatçı çatdığı məntəqədə günorta vaxtı kölgənin uzunluğunun öz uzunluğuna bərabər olduğunu müşahidə etdi. Yəni bu hara çatdı? 45 dərəcə, bura 90 ilə düşür. 45 dərəcə yol getdi ki, Günəş olan düşmə bucağı həmin məntəqədə 45 olsun. Yəni 90-dan 45 dərəcə uzaqlaşmalıdır ki, burada Günəşin düşmə bucağı 45 olsun. 23,5-in üzərinə 45 gələndə 68,5 dərəcə şimal enliyi edir. Deməli 68,5. Tədqiqatçıların çatdığı məntəqə üçün doğru fikir müəyyən edin. Qütb işıqlanma qurşağında yerləşir. Düzdür. İlin əksər vaxtı qütb gündüzləri müşahidə edilir. Xeyr. Həm gecə, həm gündüz. Bakı şəhərləri arasındakı ən qısa məsafə əvvəlcə şimal, sonra isə cənub istiqamətində hərəkət etməklə məsafədə 14,5 sm-dir. Bu artıq bir şeydir, amma yoxlayarıq. Tədqiqatların çatdığı məntəqə Sakit Okeanda yerləşir. Xeyr, Sakit Okeanda yox. Burada artıq Şimal Buzlu Okean olur. Bu səhvdir. Gecə və gündüzün adi növbələşməsi pozulur. Əlbəttə pozulur. Doğrudur. Daimi küləşlər müşahidə edilmir. Bu fikir səhvdir. Daimi küləşlər, burada qütb küləşləri var. Doğru cavab 1, 5, 1, 5, 1, 3, 5. 3 deməli doğru fikirdir. Yəni oturub bunu hesablamaq lazımdır. Bakı şəhərləri arasındakı ən qısa məsafə əvvəlcə şimal, sonra isə cənub istiqamətdə hərəkət etməklə. Yəni o demək istəyir ki, qütbü aşmaqla Bakı şəhər arasındakı məsafə bu qədərdir. Bunu da hesablamaq olar əslində. 68,5-dən 90-a qədər getmək lazımdır öncə. 90-dan da qütbü aşıb 40 şimal enliyinə qədər gəlmək lazımdır. Buradan bura 50 dərəcə eləyir. Buradan bura 21,5 dərəcə. 50 ilə 21,5 dərəcənin cəmisi 71,5 dərəcə. Onu vurursunuz 111-ə və həmin fikri tapmaqdan ötürü 71,5-i vurarıq 111-ə. Bu 7936,5 kilometr edir. İndi 555-i vuraraq 14,3-ə. Yəni eyni cavab alınır. Bu doğru fikir ifadədir. Qütb aşmalı. Yəni doğru cavabımız 4-də D bəndi olacaq. Növbəti sualımıza baxırıq. Cədvələ əsasən uyğun sıralar müəyyən edin. Materiklər, doğru və yanlış xüsusiyyətlər verilib. Avrasiya həm mülayim, həm də subtropik iqlim qurşağının bütün tiplərinə rast gəlinir. Təbii ki, bu səhvdir. Subtropikin bərabər rütubətlən tipi yalnız cənub yarımkürəsindədir. Ona görə digərinə baxmağa ehtiyac yoxdur. Afrika. Şimali Amerika və Şimali Amerika litosfer tavası ilə divergent sərhəddə malikdir. Düzdür. Mülayim hava kütlələrinin hakim olduğu ərazilər mövcud deyil. Bu yanlış fikirdir. Çünki Afrikada mülayim hava kütlələrinin hakim olduğu ərazilər var. Subtropik iqlim qurşağı, subtropik günəş havası yoxdur axı. Mülayim hava kütləsi var. Şimali Amerika qərb sahillərində mülayim dənizli iqlim tipi formalaşır, düzdür. Tropik iqlim qurşağının rütubətli tipinə rast gəlinmir, fikir səhvdir. Şimali Amerikada hər ikisinə rast gəlinir. 2, 3. Cənubi Amerika şimal rüzgar nöqtəsi şaqül dirəyin kölgəsinin uzunluğu günorta vaxtı heç zaman öz uzunluğuna bərabər olmur. Bunun şimalın yerləşdiyi koordinatı təxminən bilmək lazımdır. Təxminən 10 dərəcə civarındadır. 10 dərəcə şimal enliyinə daha yaxındır, belə deyək. O zaman bilərik ki, biz bilməliyik ki, 21,5 və 68,5 arasında Günəş şaqül cisminin kölgəsi öz uzunluğuna bərabər ola bilər. Təbii ki, Qalinas burnu da 21,5-ə heç yaxın yerləşmir deyə bu ifadə doğrudur. Parana çayının stoplayıcı hövzəsi 3 iqlim qurşağında yerləşir. Bu da doğrudur. Çünki Parana çayının stoplayıcı hövzəsində subtropik, mülayim və subekvatorial var.
Ona görə götürməyəcəyik. Antarktida iki işıqlanma qurşağında yerləşir ifadəsi doğrudur. Qütb dairəsi kəsir. Ərazinin əksər hissəsi qədim qırışıqlıq vilayətində yerləşir. Qədim qırışıqlıq vilayəti Paleozoidur. Bu da səhvdir. Qədim platformada yerləşir deyə bilərik. Avstraliya həm tropik, həm subtropik iqlim qurşağının üst tipinə rast gəlinir. Tropikin üst tipi yoxdur deyə. Ona görə bu da səhvdir. 2, 3, 5 sualımızın doğru cavabıdır. Yəni B bəndi olacaq. Növbəti sualımız 6-cı sualdır. Ölkəmizin iqlimi ilə bağlı doğru fikirləri müəyyən etməyimizi istəyir. Mülayim isti iqlim tipinin yayıldığı ərazilərdə paleogen yaşlı süxurlara rast gəlinir. Məsələn, Talış dağlarında və yaxud da Cənub Böyük Qafqazın cənub-şərqində. Yarımsəhra quru çöl iqlim tipi bütün tektonik zonlarda rast gəlinir. Yarımsəhra quru çöl iqlim tipinə. Kiçik Qafqaz tektonik qalxmasında var. Demək olar ki, hamısında var. Düzdür. Sonra Böyük Qafqaz dağlarının həm şimal-şərq, həm də cənub yamacında qışı quraq keçən soyuq iqlim yarımtipi rast gəlinir. Cənub yamacında olmaz, yalnız şimal-şərqindədir. Kür çayının stoplayıcı hövzəsində dağ tundra iqlimi tipinə rast gəlinir. Təbii ki, burada Kür çayının məsələn bəzi qolları, Tərtər çay, sonra qollarının qolları, yəni bu mövcuddur. Böyük Qafqazın cənubi yamacından, Kiçik Qafqazdan axan çaylar, Naxçıvandan axan çaylar Kür çayının stoplayıcı hövzəsinə aiddir. Yarımsəhra və quru çöl iqlim tipinin yayıldığı bütün ərazilərdə yağıntının orta illik miqdarı 300 mm-dən çox olmur. Yanlışdır. 200-400 mm yarımsəhranın ortaq, yəni yağıntı göstəricisidir. Kiçik Qafqaz tektonik qalxma zonasında dağ tundra iqlim tipinə yalnız Murovdağ və Zəngəzurda rast gəlinir. Fikir də səhvdir. Çünki Qarabağ vulkanik yaylasında rast gəlinir. Doğru cavab 1-2-4. B bəndi. Növbəti suala keçək. Deməli, dənizlərlə bağlı verilmiş uyğun sıralar müəyyən etməyimizi istəyir. Dəniz, aid fikir, aid olmayan fikir. Baltik dənizi həm inkişaf etmiş, həm də inkişaf etmiş ölkələrin sahillərini yuyur, düzdür. Bir işıqlanma qurşağında yerləşir, düzdür. Cənubi Çin, Mekong çayının eroziya bazisidir, düzdür. Səthində buxarlama ilə buxarlama qabiliyyəti arasındakı fərq böyük olur. Ümumiyyətlə, su səthində buxarlama ilə buxarlama qabiliyyəti arasındakı fərq böyük olmaz. Bu yanlışdır. Beaufort, Banks adasının sahillərini yuyur. Beaufort Banks adasını görməz. Bu yanlışdır elə. Coğrafi mövqeyinə görə adalar arası düzdür. Aralıq 3 yarımkürədə və 3 qitənin sahillərini yuyur. Düzdür. Karpat dağlarından başlayan çayların mənsəbi yerləşmir. Aralıq dənizində Karpat dağlarından başlayan çayların mənsəbi yerləşə bilməz. Bu da doğrudur. Qırmızı günəş il boyu zenitdə olur. İl boyu yox da, ildə 2 dəfə zenitdə olur. İqlim qurşağında yerləşir. 2 iqlim qurşağında yerləşir. Bu doğrudur. Tropik şimal hissəsində bir balaca subtropik düşür. Barents dənizi yalnız gecə və gündüzün ad növ bölməsinin pozulduğu enliklərdə yerləşir. Doğrudur. Yəni qütb işıqlanma qurşağında yerləşir. Şimal buzlu okeandan yerləşdiyi üçün soyuq okean cərəyanı təsirinə daha çox məruz qalır. Səhvdir. İsti okean cərəyanı təsirinə məruz qalır. Deməli, burada 2 və 6 tapdıq. 2, 4, 6, 2, 3, 6 verilib variantda. 3 yarımkürədə və 3 qitənin sahillərini yuyur. Doğrudur. Karpat dağlarını başlayan çayların mənsəbi yerləşmir. Karpat dağlarından başlayan çayların mənsəbi yerləşmir. Təbii ki də yerləşməzdir. Karpat dağlarından başlayan çayların mənsəbi yerləşmir. Karpat dağlarından başlayan çay Aralıq dənizinə tökülər. Tökülməz, Qara dənizə tökülər. Burada 4 dəqiq səhvdir. 4-ü çıxırıq. 3-ə baxaq təkrar. Beaufort dənizi, Abank sahilləri. Hə, biz burada Baffin dənizi ilə qarışdırdıq. Üzrlü sayın. Beaufort dənizi Banks adasının sahillərini yuyur. Təbii ki, doğrudur. Coğrafi mövqeyinə görə adalar arasıdır. Adalar arası yox. Burada söhbət Beaufortdan getdiyinə görə kənar dənizdir. Bu bayaqki suallarda da var idi. Daha 10-cu sinifdə idi, səhv etmirəmsə. Deməli, burada cavab 2, 3 və 6 olacaq. Yəni, A bəndi doğrudur. Artıq ardıcıl suallar çəkəndə artıq beyin yorulur. İstər-istəməz diqqət yayınır. Cədvələ əsasən doğru bəndi müəyyən edin. Mississippi çayı ilə oxşar, Nil çayının Mississippi çayı ilə oxşar, Parana çayı ilə fərqli, Yenisey çayının oxşar xüsusiyyətlərini müəyyən edin. Mississippi çayının Nil çayı ilə oxşar cəhəti. Mənsəbində kölgənin uzunluğu il boyu günorta vaxtı sıfıra bərabər olmur.
Mississippi çayında olmur. Bu doğrudur. Amma Nil çayında da olmur. Mənsəbində hə. Günəş zenitdə olmaz. Mənsəbi hər ikisinin mülayim qurşağıda yerləşir. Alçaq enliklərdən yüksək enliklərə doğru hərəkət edir. Ekvatorialdan mülayimə doğru, o isə mülayimdən ekvatora, tropikə doğru əsir. Bu da doğrudur. Axır daha doğrusu, yerləşdiyi materikdə dördüncü dövr buzlaşmanın izlərinə rast gəlinir. Nil çayında, Afrikada dördüncü dövr olmaz. Ona görə səhvdir. Parana çayı. Mənsəbində dekabr, yanvar, fevral aylarında mülayim hava kütlələri hakim olur. Parana çayının mənsəbi cənub subtropikdə yerləşir. Nildə isə şimal subtropikdə. Bu onlar üçün fərqli cəhətdir. Fərqli cəhət olduğuna görə götürəcəyik bunu. Mənsəbində dekabr, yanvar, fevral aylarında mülayim hava kütlələri hakimdir. Bu şimalda doğrudur, amma cənubda m, tropik hava kütlələri hakim olacaq həmin vaxtda. Fərqlidir. Parana çayı, Nil çayı. Bahar qidalanmasında yağış suları üstünlük təşkil edir. Hər ikisində yağış suları da düzdür, oxşardır bu. Yerləşdiyi litosfer tavasına okean mənşəli litosfer tavası ilə subduksiya sərhəddi mövcuddur. Afrika üçün bu aid deyil, amma Cənubi Amerika üçün aiddir. Bu da fərqli cəhətdir deyə götürəcəyik. Deməli, Yenisey çayına oxşar cəhət. Mənsəbinə yaxın ərazilərdə əhali sıx məskunlaşıb. Bu oxşar cəhət ola bilməz. Bu fərqli cəhətdir. Stoplayıcı hövzəsində bataqlıqlara rast gəlinir. Yeniseydə əsasən bataqlıqlar olar, amma Nil çayında da stoplayıcı hövzəsi deyirsə, Viktoriya gölü ətrafında ola bilər, amma gözləyək. 15 apreldə mənsəbində gündüzün uzunluğu gecənin uzunluğundan daha çoxdur. 15 apreldə, yəni günəş şimal yarımkürəsində olanda, hər ikisinin mənsəbi şimalda yerləşdiyinə görə gündüzün uzunluğu gecənin uzunluğundan daha çoxdur. Bax, bu oxşar cəhətdir. Deməli, BC oxşar götürə bilərik. Hər ikisində bataqlıq olacaq. BC oxşardır. BC, AC. Birinciyə təkrar baxmalı olacağıq bu zaman. Mənsəbində kölgənin uzunluğu il boyu günorta vaxtı sıfıra bərabər olmur. Heç birində olmur. Nə ildə, nə də bu oxşar cəhətdir. A. Alçaq enliklərdən yüksək enliklərə doğru axır. Doğru. Yerləşdiyi materikdə 4-cü dövr buzlaşmasının izlərinə rast gəlinir. Afrikada 4-cü dövr buzlaşması ola bilməz. Bu Nillə Mississippi üçün oxşar cəhət deyil. Bu sualda problem var. Bu suala təkrar baxmağımız məsləhətdir. Nil çayı Afrikada cənubdan şimala doğru axır, Mississippi isə şimaldan cənuba doğru axır. Mənsəbində kölgənin uzunluğu günorta vaxtı sıfıra bərabər olmur. Sıfıra bərabər olması üçün günəş zenitdə olmalıdır. Bunların da heç birinin mənsəbində günəş zenitdə olmur. Bu ifadə doğru ifadədir. Alçaq enliklərdən yüksək enliklərə. Hə, burada enlikdir. Təzyiqdən söhbət getmir. Biz bayaq təzyiqə diqqət yetirdik deyə. Ona görə ekvatordan tropikə, mülayimdən tropikə yanaşdıq, amma burada enlikdən söhbət gedir. Enlik deyirsə, bax bu yanlışdır. Alçaq enlik deyəndə ekvator, yüksək enlik deyəndə qütb nəzərdə tutulur. Alçaq enliklərdən yüksək enliklərə doğru gedən Nildir. Amma Mississippi yüksəkdən alçağa doğru gəlir. Yerləşdiyi materikdə 4-cü dövr buzlaşmasının izlərinə rast gəlinir. 4-cü dövr buzlaşma Şimali Amerikada var. Bu doğrudur. Amma Afrikada axı 4-cü dövr buzlaşma. Gəlin bax bir yerdə baxaq. Bu xəritədə 4-cü dövr buzlaşmanın baş verdiyi ərazilər haqqında bir məlumat qeyd olunmamışdır. Yəni xəritədə yoxdur və dərslikdə də Avrasiya və Şimali Amerikanın orta enliklərinə qədər olan əraziləri əhatə etmişdir yazılıb. Yəni söhbət 4-cü dövr buzlaşmadan gedirdi burada da. Mənə görə, mənim fikrimə görə burada yəni birinci hissədə yalnız A götürülməlidir. Çünki oxşar Nil çayı ilə buna oxşar üçün 1A. 2-də problem olmadı. 2-də fərqli cəhət soruşduğuna görə biz A-nı götürdük. Hər ikisi bu B oxşar, C oxşar. Burada da deməli A
Yoxsa B oxşar. Mənsəbində yaxın ərazilərdə bu fərqli cəhətdir, oxşar deyil. Nildə məskunlaşma çoxdur, Yeniseydə azdır. Stoplayıcı hövzəsində bataqlara rast gəlinir. Hər ikisində bataqlıq mövcud ola bilər. 15 apreldə hər ikisi şimal yarımkərəsində yerləşdiyinə görə mənsəbində gündüzün uzunluğu daha çoxdur, doğrudur. Deməli B, C, A, C. Burada A doğru olduğuna görə yəqin ki, D variantı götürəcəklər. Amma D variantındakı yəni birinci hissədə C uyğunsuzdur. Çünki yerləşdiyi materikdə 4-cü dövr buzlaşmanın izlərinə rast gəlinməsi bu Nil çayı üçün aid ola bilməz. Yəni dərsliyə əsasən ən azı ola bilməz. Dərslikdən söhbət gedir. Doğru olmayan fikirləri müəyyən edin. Dəzlə, Fərat, Mekong çaylarının aşağı axarlarında yerləşdiyi ovalığın fiziki aşınma intensiv gedir. Dəzlə, Fərat və Mekong çaylarının aşağı axarlarında yerləşdiyi ovalıqlarda fiziki aşınma intensiv. Bu səhvdir. Mekongun aşağı axarlarında Mekong ovalığıdır. Orada da fiziki aşınma intensiv getməz. Amma Dəzlə, Fərat üçün doğru. Amudərya və Sırdərya çaylarının təbiətdə suyun böyük dövranında birbaşa iştirak etmir. Bu da doğrudur. Birbaşa böyük dövranda yox, kiçik dövranda. Daha doğrusu böyük dövranda iştirak edir. Kiçik dövranda yox. Böyük dövranda birbaşa iştirak etmir. Fikri səhvdir, iştirak edir. Orinoco və Niger çaylarının Amudərya və Sırdərya çayları təbiətdə suyun böyük dövranında birbaşa iştirak etmir. Böyük dövran okeandan buxarlanıb, birbaşa iştirak etmirdi, düzdür bu. Orinoco və Niger çaylarının mənbələri eyni yarımkürədə yerləşir. Orinoco şimal-qərb, Niger çaylarının mənbələri isə şimal-qərb. Hər ikisi şimal-qərbdir, düzdür. Ölkəmizdə perlit, travertin və xromit yataqları eyni inzibati rayonlardadır. Kəlbəcərdə perlit, travertin və xromit var. Bu da doğrudur. Balakən, Zaqatala inzibati rayonlarının alçaq dağlıq ərazilərdə poliogen, yüksək dağlıq ərazilərində isə yura dövrü suxurlar geniş yayılır. Poliogen burada çox deyil. Mülayim işıqlama qurşağının yalnız mülayim istilik qurşağı mövcuddur fikri. Bu da yanlışdır. Bizdən doğru olmayanlar soruşur deyə 1, 5, 6 götürəcək. Yəni Y bəndi sualımızın doğru bəndidir. Növbəti 10-cu suala baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Xüsusiyyətlər və ölkələr verilib. Yalnız bir işıqlanma qurşağında yerləşir. Fransa, Yaponiya, Argentina iki işıqlanma qurşağıdır. Ona görə bu səhvdir. Unitar respublikadır. Fransa, Yaponiya respublika deyil. Ona görə səhvdir. Monarxiyadır. Cavan dağlar mövcuddur. Fransada mənfi qoyub deyə səhvdir. Qeyri ölkələrinə daxildir. Hamısı böyük 20-liyə daxildir. Düzdür. Əhalisi Hind-Avropa dil ailəsində danışır. Fransa, hə, Yaponiya yox, Argentina, Hindistan doğru. Subtropik iqlim qurşağı mövcuddur. Fransada Cənubi Aralıq dənizdir. Yaponiya cənubi subtropikdə yerləşir. Argentina və Hindistanda subtropik iqlim. Hindistan şimalında subtropik iqlim var, bəli. Bu doğrudur. Hamısında subtropik var. 4, 5, 6. Yəni Y bəndi sualımızın doğru bəndidir. Dağın ətəyində atmosfer təzyiqi 700-dür. 760-dan çıxdıq 700-ü, elədi 60, 60-ı vurduq ona 600 elədi. Deməli, dağın ətəyində mütləq hündürlük 600-dür. Dağın maksimal hündürlüyü 3100-dür. Zirvə ilə ətəyi arasındakı fərq 3100-dən 600 çıxanda 2500-dür. Temperatur hər 1000 metrdə 6 dərəcə Selsi dəyişirsə 2500 metrdə x dərəcə dəyişər, x də bərabərdir. Burada eləcə 15 dərəcə Selsi. 15 dərəcə Selsini biz çevirməliyik Farenheitə. Biz dedik ki, Farenheit bərabərdir. Dərəcə Selsi vurulsun 5-dən 9 üzərinə gələk 32. İxtisar gedəndə 3 vur 27 bölüs 32. Bu da eləyir 59. Doğru cavabdır. Cədvələ əsasən uyğun bəndi müəyyən edin. İtaliya fəaliyyətdə olan vulkanlara rast gəlinir. Doğrudur. Avstriya ilə quru sərhəddə malikdir. Bu da doğrudur, amma yanlış verilib. Çar. Sahilləri 2 okean suları ilə yürür, düzdür. 2 anklav dövlətlə həmsərhəddir. 2 deyil, 1 anklav dövlətdir. Bunu götürürük. Braziliya BRICS təşkilatının üzvüdür. BRICS-dəki bu hərfi ilə Braziliyanı bildirir. Mülayim işıqlanma qurşağında yerləşir. Cənub hissəsi doğrudur. Amma yanlışın altında verilir. Avstraliya əhalinin sıxlığı şərq hissədə qərbə nisbətən daha yüksəkdir. Avstraliyada şərqdə sıxlığı daha yüksəkdir, düzdür. Yerləşdiyi tasvir tavası Afrika ilə
Yaxınlaşır, əksinə uzaqlaşır. Bu yanlışdır. Rusiya demoqrafik keçitin 4-cü mərhələsindədir, düzdür. Ərazisinin və əhalisinin əsas hissəsi Asiya qitəsində yerləşir, yox, Avropadadır. Çin həm ümumilli, həm də ümumdaxili məhsulun yerli şirkətlərin payı üstündür. Dünyanın əsas buğda ixracatçılarından deyil. Bu doğrudur, deyil, çünki əhalisi çoxdur. Ona görə olmaz. Doğru cavab 2, 4, 5. 2, 4, 5 sualımızın doğru cavabıdır. Yəni A bəndi. 13-ə baxaq. Doğrudan doğru, yanlışdan yanlış. Palçın vulkanı ölkəmizdə yalnız bir təbii vilayətdə rastlanır. Təbii ki, yanlışdır. Həm Kürə, Kür təbii vilayəti, Kür çökməsi təbii vilayəti, Kür dağarası çökəkliyi təbii vilayəti, həm də Böyük Qafqaz qalxmasında var. Kür çökəkliyi təbii vilayətində həm neogen, həm də dördüncü dövr çöküntülərinə rast gəlinir. Bəli, Ceyran çalasında orada neogen var. Qalan böyük ərazilərdə dördüncü dövrdür. Həm böyük, həm də kiçik Qafqaz təbii vilayətində vulkanogen efuzif çökmə sulara rast gəlinir. Rast gəlinir deyirsə, bəli, rast gəlinə bilər. Amma birində böyükdür, birində kiçikdir. Yəni geniş yayılıb, birində az yayılıb. Bütün təbii vilayətlərdə yarımsəhra quruçu iqlim tipinə rast gəlinir. Vilayətdir, bütün təbii vilayət. Kiçik Qafqazda var, Kür dağarası çökəkliyində var, Böyük Qafqazda var, Talışda var, Naxçıvanda və Orta Arazda var. Hamısında var, bu doğru. Qanıq, Qudyal və Həkəri çaylarının mənsəbi eyni iqlim tipində yerləşir. Qanıq, Qudyal və Həkəri çaylarının mənsəbi eyni iqlimdə yerləşir. Baxaq, Qanıq yarımsəhra, Qudyal yarımsəhra, Həkəri yarımsəhra. Düzdür. Sonra Xəzər dənizinin səviyyəsinin aşağı enməsi limanlar üçün əlverişli şərait yaradır. Əksinə yanlışdır. Mənfi yaradır. 2 uyğunluğu istədiyinə görə 2, 3 və 6. D bəndi sualımızın doğru bəndidir. 2024-cü ildə tərtib edilmiş yaş cins piramidası hansı ölkəyə aid olduğunu müəyyən edin. Deməli, kişilərin sayı daha çoxdur, qadınların sayı isə daha azdır. Təbii ki, kişilərin sayının üstün olduğu ölkə bu Ərəb ölkəsi olar və Ərəb ölkəsi də Qətərə uyğun gəlir daha çox. Moldova, Avropa ölkələrində qadınların sayı daha çoxdur, yəni kişilərin sayı çox olmaz. Bolqarıstanda yox, Bosniya-Herseqovinada yox. Yəməndə elə bir vəziyyətdir ki, düşünmürəm ki, orada yəni statistikanı ən azı hesablamağa bir dəqiq nəsə olsun. Çünki inkişafdan nisbətən geri qalan ölkə həm daxili vətəndaş problemləri, vətəndaş müharibələri daha doğrusu ona təsir edir. Söhbət burada yəqin ki, Qətərdən gedəcək. Çünki Qətər dövlətində kişilərin sayı daha çoxdur və burada başqa nədən çıxartmaq olar? Hə, bir də əsas məsələlərdən biri ondan ibarətdir ki, Qətər dövləti immiqrasiya mərkəzidir. Burada gələn immiqrantların əsas hissəsi kişilərdir. D variantı sualımızın doğru cavabıdır. 15. Doğru olmayan fikirləri seçin. Mərmərə dənizində orta duzlu, Baltik dənizinin orta duzluğundan daha çoxdur. Bu doğrudur. Baltikdə 11, Mərmərədə isə 25 promil. Bayram ucqar nöqtəsi sahildən isti okean cərəyanı təsir edir. Şərqi Avstraliya isti cərəyanı. Pangeya təqribən 4-5 milyard, 4,5 milyard il bundan əvvəl Avrasiya parçalanıb. Təbii ki, səhvdir. 4-5 milyard əvvəl hələ yer kürəsi, kainat təzə formalaşırdı bəzi nəzəriyyələrə görə. Aleut və Azor adaları subduksiya zonasında yerləşir. Azor dedik ki, subduksiya yox, divergent sərhəddə, amma Aleut ödəyir. 40 cənub enliyində okeanda səthi suları orta illik temperatur 40 şimal enliyindən daha aşağıdır. Təbii ki, cənubda Antarktidaya yaxın olduğuna görə, Antarktidanın təsirinə görə daha aşağıdır. Şərqi Antarktidanın sahil xəttləri qərbə nisbətən daha çox parçalanır. Qərbdə daha çox parçalanır deyə bilərik. Burada doğru cavab. Şərqi Antarktidanın sahil xətti qərbə nisbətən daha çox parçalanıbdır. 3 dəqiq səhv oldu. Deməli 3. Şərqi Antarktidin sahil xətti Qərbi Antarktiddən müqayisədə daha çox parçalanıb. Bu da səhv oldu da 3, 6, 3, 4, 6. 4 də səhvdir. Azor adaları 4 də dəqiq səhvdir. Onda 5 necə düz olur? 40 cənub enliklərində okeanların səthi sularının orta illik temperaturu 40 cənub enliyində, 40 şimal enliyində okean səthinin
orta temperaturundan daha aşağıdır. Bəli, 40 cənub enliyində orta yerləşən temperatur daha aşağı. Bu doğru ifadədir. Hə, doğrunun qarşısına çıx qoymuşuq deyə biz özümüzü çaşdırırıq. Bu doğrudur. Deməli 3, 4, 6 səhvdir. Yəni C variantı olacaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Böyük Qafqaz qalxması. Yanacaq təbii ehtiyatlarından yalnız neft qazı var. Fikri səhvdir. Çünki burada yanar şist də var. Ön Qafqaz çökməsində enerji yaşlı süxurlar üstünlük təşkil edir. Ön Qafqaz çökməsində enerji yaşlı üstünlük təşkil etmir. Dördüncü dövr üstünlük təşkil edir. Kiçik Qafqaz qalxması, Arxea erasının, Arxea Azərbaycanda ümumiyyətlə yox, heç baxmağa dəyməz. Kür çökməsi, mütləq hündürlük 500 metrdən çox olan relyef formalarına rast gəlinir. Çobanlıq 890 metr, Araz çökməsi, Nevşin yaşlı çöküntülərə rast gəlinir. Naxçıvanda ümumiyyətlə hər şey var. Doğru cavab o bəndir. 17. İki xarici ölkə ilə sərhəd olan inzibati rayonlarımız. Biz dedik burada Qaxın iki ölkə ilə sərhəddi var, Tovuzun var və Ordubadın var. 1, 2, 1. Cəbrayılda yalnız 1-dir. Sonra Samuqda yalnız Gürcüstan, Şahbuzda yalnız Ermənistan. 1, 3, 5. Sonra tarix. Şimal yarımkürəsində qütb gündüzü olduğuna görə 22 iyun tarixidir. Uyğun gəlməyən soruşur bizdən. APN yarımadasında gündüzün uzunluğu Skandinaviyadan daha azdır ifadəsi yanlışdır. Skandinaviyada daha azdır. Skandinaviyada çoxdur, APN-də azdır. Çünki şimala yaxın yerləşəndə orada daha çox olur. 68.5 şimal elində günorta vaxtı günəş şüalarının düşmə bucağı 45-dir. Bu doğru ifadədir. 22 ümumiyyətlə 21.5 və 68.5 dərəcəlik enliklər arasında günəş 45 dərəcə buzaq altına düşə bilər. Hansı halda 68.5-də 45 dərəcə buzaq altına düşür? 22 iyun tarixində. Yalnız şimal tropikindən şimalda yerləşən məntəqələrdə gündüzün uzunluğu 2 saatdan çoxdur. Bu yanlışdır. Çünki ekvatordan şimalda yerləşən bütün məntəqələr olmalıdır. Tropik şılama qurşağında yerləşən bütün məntəqələrdə şaquli dirəyin kölgəsinin uzunluğu öz uzunluğundan daha qısadır fikri. Yanlışdır, çünki bəzilərində öz uzunluğundan böyükdür. Məsələn, 23.5-dən. Və yaxud da uzunluğundan daha qısadır. Qısa da ola bilər, böyük də ola bilər. Yəni bu doğru deyil. Həm şimal, həm də cənub qütb dairəsində gecə və gündüzün adının növbəşməsi pozulmuşdur. Düzdür, birində gecə, birində gündüz olmaqla pozulur. Ən uzun paraleldə günəşin düşmə bucağı 60 dərəcədir. Ən uzun paralel ekvator günəşin düşmə bucağı 66.5-dir. Bu doğrudur. Yanlışdır, üzr istəyirəm, bu yanlışdır. Bizdən yanlışlar istəyir deyə 3, 4, 6 seçəcəksiniz. Yəni C bəndi. 19. Verilmiş ölkələrə yanlış xüsusiyyətləri müəyyən edin. Öncə doğruları tapaq, sonra yanlışları seçərik. 1, 2, 4 federativ quruluşa malikdir. Təbii ki, yanlışdır. Fransa federativ olmaz. Çin də federativ deyil. 4, 5, 6 iki okean hövzəsinə aid çayları Qazaxıstanda olmaz. Çində 3 okeandır. Ona görə çıxırıq. 1, 3, 5 Aralıq dəniz iqlim tipinə rast gəlinir. Fransada aralıq var, Braziliyada aralıq dənizi yoxdur. 5 Türkiyədə aralıq dəniz var. Bu da yanlışdır. 1, 2, 3 əksər əhali Hind-Avropa dil ailəsində danışır. Fransada, Kanadada və Braziliyada bu doğru. 1, 2, 6 mülayim iqlim qurşağında yerləşir. Fransa, Kanada və Qazaxıstan doğru. 1, 2, 5 Savan dağları var. Fransada Piriney dağları, Alp dağları. Kanadada Kordilyerin qərb hissəsini demək olar. 5 Türkiyə doğrudur. İndi bizdən yanlışlar soruşur deyə 1, 2, 3. Y bəndi sualımızın doğru bəndidir. Sonra Zakataladır. Zakatala üçün doğru olmayan fikirlər soruşur. İki xarici ölkə ilə həmsərhəddir, düzdür. Yarımsəhra iqlimi var, səhvdir. Qara metallurgiya səhvdir. Mülayim isti iqlim türünün bütün tipləri səhvdir. Yayı quraq keçən mülayim isti iqlimi yoxdur. Yura dövrünün söküntüləri Tabaşirdən çoxdur. Yəni yüksək dağlıq çox olduğuna görə bu doğrudur. 4000 metrdən yuxarı yüksəklərə, zirvələrə rast gəlinmir. Doğrudur, rast gəlinmir. Burada bizdən yanlışları soruşur deyə 2, 3, 4 götürəcəksiniz. Yəni B bəndi sualımızın doğru bəndidir. Belə, hər birinizə uğurlar. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.